Lakin ilk növbədə qələbə münasibətləri təbrik edirik. Bilirik ki, qərb derbiləri həmişə istər divizionda olsun, istərsə də əsas liqada olduqca maraqlı və öz gərginliyi ilə seçilir. Sən isə uzun illərdir komandamıza çıxış edirsən. Həm bu derbinin, həm də bundan əvvəlki derbilərin ümumi olaraq oyunla bağlı fikirlərin. Gəncə oyununa yaxşı hazırlaşmışdıq, həftə boyu analiz eləmişdik. Gəncənin digər oyunlarda məğlub olmağına baxmayaraq yaxşı oyun oynadığını bilirdik və buna hazırlaşmışdıq. Derbidə həmişə belə deyim də, zəif, güclü deyə bir şey yoxdur. Hamı motivasiyalı çıxır. Gəncə də motivasiyalı çıxmışdı. Allaha şükürlər olsun ki, qələbə qazana bildik. Yəni digər derbilər olsun, bu derbilər olsun, yəni fərqi yoxdur. Derbi adı gəlirsə, həmişə maraqlı və gərgin oyun keçir. Bilirik ki, bu il komandamız çempionluğa oynayır. Əsas hədəf çempionluqdur və hər bir oyunda qazanılan hər bir xal bizim üçün qızıl dəyərindədir. Bundan əvvəlki oyunlarda da istər-istəməz edilən xırda bir səhvdə azarkeşlər tərəfindən belə aqressiv qarşılana bilər, əks qarşılana bilər. Bilirik ki, sənin də üzərində müəyyən qədər baskı var idi. Həm komandanın kapitanı olaraq, həm də bilirik ki, müdafiənin həm sağ, həm sol cinahında oyunsan. Amma bugünkü oyunda 2 assistin müəllifi oldun. Ümumi olaraq bu baskıdan irəli gəlir, yoxsa əsl görmək istədiyimiz, alışdığımız fərqi görməyə başlayırıq? Belə deyim, baskı həmişə olur. Yəni o da yaxşı şeydir. İnsanın artırmağı üçün həqiqətən də yaxşı şeydir. Çünki rahatlaşmaq olmaz. Yəni bu oyunu 2 assist eləsəm belə, yəni rahatlaşa bilmərəm. Çünki çempionat uzundur. Yəni məqsədimiz uğrunda davam eləməliyik. Bu gündən sonra digər oyuna hazırlaşmalıyıq. Yəni çünki heç nə eləməmişəm. Yəni əlimi, qolumu salıb deyə bilmərəm ki, mən hər şey elədim. Daha çox çalışmalıyam. 2 assist eləmişəmsə, deməli bundan yaxşısını da eləyə bilərəm. Onun üstündə çalışacağam inşallah. Bilirik ki, artıq sənin mövqeyinə həm də yeni bir transfer həyata keçirilib. Bəs bu fərqi məsuliyyətini də bir qədər artırmır? Yəni rəqabətdə belə Bəli, rəqabət həmişə olanda yaxşıdır. O mövqedə 3 nəfərik belə deyərdim. Həm Silvadır, həm Abudu, həm mənəm. Yəni bu bizə rəqabəti daha çox artırır. Yəni hər üç futbolçu da mən deyərdim ki, yəni forma qazanmaq üçün çalışır. Yəni bu bizim üçün çox yaxşıdır. Qarşıda bizi bilirik ki, həm Sumqayıt, həm də Zira oyunu gözləyir. Hər iki oyun bizim üçün olduqca vacibdir və həmin oyunlarla bağlı fikirlərin, hazırlıq mərhələsi. Yəni indiki dövrdə hər oyun bizim üçün vacibdir. Yəni hansısa oyunu deyə bilmərik ki, bu oyun sırf bizim üçün vacibdir. Yəni hər oyun kim olursa rəqibimiz, o oyuna ciddiyyətlə hazırlaşıb daha yaxşı tovuzu göstərməyi istəyəcəyik.